Salamlar. Bu dərsdə vektor və piksel nədir sualına cavab tapacağıq. Hazırda workspace-də, yəni ağ vərəqimizdə siz 2 ədəd şəkil görürsünüz. Onlardan biri vektor, digəri isə piksel formatlıdır. Gəlin zoom edək və baxaq vəziyyətə. Gördüyünüz kimi, ekran böyüyən kimi piksel formatlı şəkil anında kiçik kvadratlara ayrıldı. Yəni, qara ürək kiçik kvadratlar daxilində formalaşdı və bu bizim piksel formatlı olan şəklimizdir. Onun keyfiyyəti böyüdüldükcə daha da azalır. Lakin qırmızı ürək vektorial formatlı şəkildir və heç bir kvadrata bölünmür, keyfiyyəti isə böyütdüyümüzə baxmayaraq son dərəcədə yaxşı görünür. Illustrator, Corel Draw kimi proqramlar vektorial proqramlardır. Photoshop isə piksel bazalı proqramdır.